Uşaqlar, bugün sizlərlə tabeli mürəkkəb cümlə haqqında danışacağıq. Keçən dəfə də cümlə haqqında, mürəkkəb cümlə haqqında ümumi məlumat verəndə müəyyən qədər tabeli mürəkkəb cümləyə də tərif vermişdik. İndi də tabeli mürəkkəb cümlənin olduğuna bir daha aydınlıq gətirək. 2 və daha artıq sadə cümlənin deməli məna və qrammatik cəhətdən tabelik əlaqəsi ilə bağlanmasından yaranan mürəkkəb cümlələrə tabeli mürəkkəb cümlələr deyilir. Biz tabelisiz mürəkkəb cümlələr üçün deyirdik ki, bərabər hüquqlu cümlələrin birləşməsindən yaranır, amma tabeli mürəkkəb cümlələr isə bərabər hüquqlu deyil, biri digərinə tabe olan, izah edən, aydınlaşdıran cümlələr əsasında formalaşır. Buna görə də tabeli mürəkkəb cümlələrdən baş cümləyə biz tabe edən tərəf, budaq cümləyə isə tabe olan tərəf də deyirik. Baş cümlənin işarəsi belədir. Budaq cümlənin işarəsi isə belədir. Qeyd edək ki, bunun yeri fərqli də ola bilər. Misal üçün, budaq cümlə əvvəl, baş cümlə isə sonra. Yerindən asılı olmayaraq həmişə budaq cümlə baş cümlədən asılıdır. Yəni, ox işarəsi budaq cümlədən baş cümləyə doğru gedir. Tabeli mürəkkəb cümlələr müxtəlif formalarda yaranırlar. Bəzən tabeli mürəkkəb cümlələr deməli, budaq cümlə baş cümlədə işarə əvəzi ilə verilmiş cümlə özünün sualına cavab verir. Misal üçün, və yaxud da biz deyə bilərik, bəzi budaq cümlələr baş cümlənin buraxılmış üzünün sualına cavab verir. İndi hər ikisinə aid də nümunə yazım. Misal üçün, mən deyirəm ki, mən onu da qeyd etdim ki, bir də belə bir cümlə yazım. Biz iki forma dedik. Dedik ki, budaq cümlə baş cümlədə buraxılmış üzvün yerində iştirak edən. Misal üçün, baxın, bilirəm ki, nəyi tez gələcəyini, biz bunu sadələşdirəndə tez gələcəyini bilirəm bu formada olacaq. Və bir də dedik ki, budaq cümlə deməli baş cümlədə işarə əvəzi verilmiş cümlə özünün sualına cavab verdikdə mən onu da nəyi bilirəm? Onu da bilirəm. Daha doğrusu mən onu da qeyd etdim ki, nəyi qeyd etdim? Bu məsələ tamamlanır. Bu məsələnin biz sadələşdirəndə belə olur. Bu məsələnin tamamlanmasını, mən bu məsələnin tamamlanmasını da qeyd etdim. Təbii ki, cümlələri sadələşdirəndə bağlayıcı sözlər, bağlayıcılar o cümlədən əvəzli qəliblər atılır. Biz indi birazdan bağlayıcı sözlər və əvəzli qəliblər haqqında da məlumat verəcəyik. Və bir də var, budaq cümlə baş cümləni ümumi şəkildə izah edir. Baş cümlənin ümumi məzmunu ilə bağlı olur. Deməli, bu zaman adətən budaq cümlələr tabeli mürəkkəb cümlələr sadələşdirə bilmir. Tutaq ki, deyirəm ki, o bizə gəlsə, məlumat verərsən, belə bir cümlə yazıram. Əvvəllər şərt və qarşılaşdırma budaq cümlələr keçirirdi. Adətən baş cümlənin ümumi məzmunu ilə bağlı olan həmin cümlələri biz aid eləyirdik. Biz uşaqlar tabelisiz mürəkkəb cümlənin tərəflərini bağlayan vasitələr arasında tabelisiz bağlayıcıları və intonasiyanı qeyd etmişdik. Tabeli mürəkkəb cümlələr də, yəni baş cümlə ilə budaq cümlə bir-biri ilə əlaqələnirlər və onlar arasında müxtəlif vasitələrdən istifadə olunur. Necə ki, tabelisiz mürəkkəb cümlədə, o cümlədən tabeli mürəkkəb cümlədə biz intonasiyadan istifadə edirik. İntonasiya ən qədim bağlayıcı vasitələrdən biridir. O cümlədən də intonasiyadan başqa tabelilik bağlayıcıları, bağlayıcı sözlər, sasə,
şərt çəkilisi və da də belə və m ədatından bağlayıcı vasitə kimi istifadə edir. Bir-birində bu bağlayıcı vasitələrlə bağlanan cümlələrdə hansını baş, hansını budaq cümlənin əvvəl gəlməsindən bağlı məsələlərə diqqət yetirək. Birinci elə qeyd etdiyimiz kimi intonasiya ilə bağlanan tabelsiz mürəkkəb cümlələr, daha doğrusu tabeli mürəkkəb cümlələr, belə cümlələrə daha çox rast gəlirik biz. Mən ona dedim, tez gəlsin. Baxın, burada baş cümlə əvvəl gəlib. Tez gəlsin, yəni budaq cümlə onu izah edib aydınlaşdırır. Biz bunu sadələşdirəndə belə sadələşdirəcəyik. Mən ona tez gəlməyini dedim. Baxın, mən ona dedim nəyi? Tez gəlməyini. Biz burada ki aydınlaşdırma bağlayıcısını, yəni intonasiya ilə bağlanan tabeli mürəkkəb cümlələrə rahatlıqla ki aydınlaşdırma bağlayıcısını biz əlavə edə bilirik. Mən ona dedim ki, tez gəlsin. Bu formada da ifadə edə bilirik. Və intonasiya ilə bağlanan tabeli mürəkkəb cümlələrdə biz vergül işarəsindən istifadə edirik. Bu cümlələrdə qeyd etdiyimiz kimi baş cümlə əvvəl, budaq cümlə isə sonra gəlir. Baş cümlənin əvvəl, budaq cümlənin isə sonra gəldiyi növlərdən biri də bağlayıcılar vasitəsilə bağlanan tabeli mürəkkəb cümlələrdir. Bağlayıcılardan da aydınlaşdırma və səbəb bağlayıcıları ilə bağlanan tabeli mürəkkəb cümlələr baş cümlə əvvəl gəlir. Şərt və güzəşt bağlayıcıları ilə bağlanan tabeli mürəkkəb cümlələr isə budaq cümlə əvvəl gəlir. Gəlin indi nümunə yazaq uşaqlar. Misal üçün mən tutaq deyirəm, kəndə getdim. Çünki anam üçün darıxmışdım. Burada çünki səbəb bağlayıcısından istifadə olunub və baş cümlə əvvəl gəlib. Bir dənə indi budaq cümlə əvvəl gələn növə aid deyim. Tutaq ki, belə bir cümlə yazacağım. Əgər sən istəsən, dost olarıq. Burada əgər bağlayıcısından istifadə olunub, şərt bağlayıcısından istifadə olunub və budaq cümlə əvvəl, baş cümlə isə sonra gəlib. Bəzən ki aydınlaşdırma bağlayıcısı ilə bağlanan tabeli mürəkkəb cümlələrdə budaq cümlə əvvəl gələ bilər. Bu hansı halda baş verir? Deməli, tərkibindən zaman məzmunu olan, əvvəllər biz buna deyirdik, zaman budaq cümlə, tabeli mürəkkəb cümlə. Biz həmin cümləni müəyyən eləmək üçün eynirik. Həmin cümləni daha doğrusu sadələşdiririk və sintaksi təhlil edib görürük ki, həmin o budaq cümlə birlikdə zaman zərfliyi vəzifəsinə çıxış edəcək. Tutaq mən deyirəm ki, evə yenicə daxil olmuşdum ki, məni çağırdılar. Uşaqlar, baxırıq. Buradakı aydınlaşdırma bağlayıcısından istifadə olunsa da budaq cümlə əvvəl gəlir. Biz bunu yenə də dediyim kimi tərkibində budaq cümlədə zaman məzmunu olan, yəni budaq cümlələrdə budaq cümlə əvvəl gəlir. Məsəl üçün biz bunu sadələşdirəcək, belə olacaq. Evə bir şey diqqət edirək. Bu sadələşdirəndə feili bağlama tərkibindən ifadə olunur həmin budaq cümlə. Nə etdilər? Çağırdılar. Kim? Onlar. Kimi? Məni.
Nə zaman? Evə yenicə daxil olanda. Görürsüz, bu da cümlə bir yerdə zaman zərfliyi vəzifəsinə çıxış edəcək. Burada bu da cümlə əvvəl, baş cümlə isə sonra gəlir. Buna da diqqət edirik. Adətən bu tipli cümlələrdə bu sözə fikir verək. Yenicə, təzəcə, indicə tipli zaman zərflərindən istifadə olunur. Bu yolla da biz onları fərqləndirə bilirik. Bu da cümləni baş cümləyə bağlayan vasitələrdən biri də bağlayıcı sözlərdir. Bağlayıcı sözlərlə bağlanan bu da cümlələr deməli bu da cümlə əvvəl, baş cümlə isə sonra gəlir. Bağlayıcı söz vəzifəsində iştirak edən sözləri biz aid edirik. Sual əvəzliklərini o cümlədən elə ki, o vaxt ki, bu tipli sözlərdə biz ora aid edirik. Sual əvəzliklərdəki, yəni bütün əsas nitqçilərin sualları biz bilirik ki, sual əvəzliyi hansıdır, nə cürdür, kim, nə qədər, neçə və s. kimi sual əvəzliklərindən istifadə oluna bilər. Misal üçün deyirəm ki, kim dərslərini yaxşı oxusa, o qəbul olacaq. Burada kim sual əvəzliyindən istifadə olunub. Sonra bağlayıcı vasitələr içərisində biz sasə, baxın elə burada da istifadə etmişik. Şərt şəkilçisindən sual ədatı, mımi, bir də deməli istifadə edirik. Belə ədatından da istifadə edirik. Bağlayıcı vasitələrdən olan, deməli, sual ədatla bağlı bir məsələni qeyd edim. Sual ədatı olan cümlələrdə əgər cümlənin mürəkkəb cümlədən sonra sual işarəsi qoyulacaqsa, birinci baş cümlə gələcək, sonra bu da cümlə gələcək. Misal üçün mən deyirəm ki, belə bir cümlə qururam. Deyirəm, görürsənmi o necə oxuyur? Burada deməli baş cümlə sonda əgər sual işarəsi qoyuruqsa dedik, baş cümlə əvvəl, bu da cümlə sonra gəlir və yaxud da başqa da necə müəyyən eləyə bilərik? Əgər bu sözdən sonra, yəni birinci sözdən sonra, yəni sual ədatını biz ki bağlayıcısı ilə əvəz eləyə biliriksə, yəni baş cümlə əvvəl gəlir, bu da cümlə sonra. Yox, əgər əvəz eləyə bilmiriksə və yaxud da cümlənin sonunda sual işarəsi qoyulmayıbsa, bu da cümlə əvvəl, baş cümlə isə sonra işlənəcək. Misal üçün, tutaq ki, belə bir cümlə yazıram. Tutaq ki, belə bir cümlə yazıram. Onunla danışdınmı ki? Belə bir cümləsindən baxın, uşaqlar mıdan sonra ki bağlayıcısını artırmaq olur. Deməli, baş cümlə əvvəl, bu da cümlə sonra gələcək. Bu tipli cümlələrdə sual ədatı bağlayıcı vasitə kimi işləmir. Diqqətli olmaq lazımdır. Buna da diqqət yetiririk. Və gəlirik əvəzlik qəliblərlə bağlı məsələni sizin üçün aydınlaşdırmış olalım. Qeyd edeyim ki, bağlayıcı sözlərlə bağlanan mürəkkəb cümlələr o cümlədən sual ədatı ilə, yəni bağlayıcı vasitə olacaqsa sual ədatı, dadə, sonra belə ədatı və ya sasə şərt çəkicisi ilə bağlanan, o cümlədən şərt və güzəşt bağlayıcıları ilə bağlanan mürəkkəb cümlələrdə bu da cümlə əvvəl, baş cümlə isə sonra gəlir. Bağlayıcılığı tabeli mürəkkəb cümlələrin baş cümləsində bir çox hallarda işarə əvəzlikləri işlənir. Misal üçün, orası, burası, həmin vaxt, o zaman, o, bu, ona, buna, bunda, o idi, bu idi və s. Yəni, müxtəlif cümlə üzvləri vəzifəsində işlənirlər. İşarə əvəzlikləri baş cümlədə hansı cümlə üzvünün sualına cavab verirsə, bu da cümlədə onun adı ilə adlanır. Yəni, ona görə də işarə əvəzliklərini biz əvəzlik qəliblər deyirik. Misal üçün, deyirəm ki, məsələ orasındadır ki,
Mən hələ işimi bitirməmişəm. Deməli, burada əvəzlik gəlib nəyin yerində çıxış eləyib? Xəbərin yerində çıxış eləyib. Buradan müəyyən edə bilirik. Qeyd edeyim ki, baş cümlə bağlayıcı sözü olan budaq cümlədən sonra gəldiyi zaman əvəzlik gəlib budaq cümlədə işlənən bağlayıcı sözə qarşılıq söz olur. Bir də deyirəm, əgər baş cümlə bağlayıcı sözü olan budaq cümlədən sonra gəldiyi zaman əvəzlik gəlib işlənirsə həmin cümlədə, həmin əvəzlik gəlib biz qarşılıq söz adlanır. Gəlin də bir dənə nümunə yazım sizin üçün. Budaq cümlə əvvəl gəlsin və bağlayıcı söz olsun. Baş cümlədə isə əvəzlik gəlib olur. Kim cavab verməsə, onu yanıma çağırın. Belə bir cümlə yazıram. Bax, bu tipli cümlələrdə baxın, bağlayıcı söz işlənib və burada da əvəzlik gəlib işlənib. Bu tipli cümlələrdə, yəni budaq cümlə əvvəl gələcəksə, bağlayıcı sözlə işlənəcəksə və baş cümlədə əvəzlik gəlib işlənəcəksə, həmin əvəzlik gəlibə biz qarşılıq söz deyirik, yadda saxlayırıq. Yalnız baş cümlə ikinci işləndikdə və budaq cümlədə bağlayıcı söz işləndikdə. Buna görə də biz deyirik ki, bütün qarşılıq sözlər, bax, bunlar bütün qarşılıq sözlər əvəzlik gəlibdir. Amma bütün əvəzlik gəliblər, baxın, burada baş cümlə əvvəl gəldiyi üçün əvəzlik gəlibdir, amma qarşılıq söz deyil. Qarşılıq söz olmağı üçün bu baş cümlə sonra gəlməlidir və budaq cümlədə mütləq bağlayıcı söz işlənməlidir. Həmin əvəzlik gəlib, həmin bağlayıcı sözə qarşılıq söz kimi işlənməlidir. Deməli, bir də qeyd edirəm, bütün qarşılıq sözlər əvəzlik gəlibdir, amma bütün əvəzlik gəliblər qarşılıq söz deyil. Bunu da yadda saxlayırıq. Onu da qeyd edim ki, əvəzlik gəliblər həmişə baş cümlədə, bağlayıcı sözlər isə budaq cümlədə işlənir. Əvəzlik gəliblə bağlayıcı sözlərin bir sıra xüsusiyyətləri var. Onlara da toxunaq. Əvəzlik gəlib əlaqə vasitəsi deyil. Yəni baş cümlə ilə budaq cümləni bir-birinə əlaqələndirmir. Amma əvəzlik gəlib budaq cümlənin növünü müəyyənləşdirir. Misal üçün, mən indi belə bir cümlə yazacağam. Tutaq ki, bayaq yazdığım cümləyə uyğun bir cümlə yazım. Tutaq, kim yaxşı oxusa, o qalib gələcək. Belə bir cümlə yazıram. Bir dənə də belə cümlə yazıram. Kim yaxşı oxusa, mükafat onundur. Nə dedim bayaq mən? Dedim ki, əvəzlik gəlib budaq cümlənin növünü müəyyənləşdirir. Baxırıq əvəzlik gəlibə. Baxın, o qalib. Qalib gələcək kim? Kim yaxşı oxusa o. Mübtəda vəzifəsində çıxış eləyib. İndi burada deyirik ki, mükafat kimindir? Onundur. Yaxşı oxuyanındır. Mükafat yaxşı oxuyanındır. Artıq burada budaq cümlədə təhlil eləyəndə, biz sadələşdirib təhlil eləyəndə əvəzlik gəlib hansı cümlə üzvü vəzifəsindəsə, budaq cümlə gəlir həmin cümlə üzvü vəzifəsinə çıxış edir. Amma bağlayıcı sözlər budaq cümlənin növünü müəyyənləşdirmir, amma bağlayıcı sözlər əlaqə vasitəsi, yəni budaq cümləni baş cümləyə bağlayır. Deməli, biz bayaq da dedik ki, əvəzlik gəliblər həmişə baş cümlədə işlənir, bağlayıcı sözlər isə həmişə budaq cümlədə işlənəcək. Hər ikisi də cümlə üzvü olurlar. Neysə oxusa, kim sözü suala cavab vermədən cümlə üzvü olur, mübtəda vəzifəsi və yaxud da kimindir, onundur. Nə mükafat görürsünüz? Hər ikisi də cümlə üzvü vəzifəsini çıxış edə bilir. Bağlayıcı sözlər tabelik bağlayıcılarının fərqli olaraq intonasiyanın əvəz olunmur. Biz bayaq tabelik bağlayıcılarının intonasiyanı əvəz edə bilməsini demişdik. Deməli, əvəzlik gəliblər cümlədə işləndiyi zaman rahatlıqla, işləmədiyi zaman daha doğrusu rahatlıqla bərpa etmək olur. Deməli, cümlə sadələşdiyi zaman
deməli, həm əvəzlik qəliblər, həm də bağlayıcı sözlər atıla bilir. Deməli, ixtisar olunanları, yəni. Cümlədə bağlayıcı sözə qarşılıq söz kimi işlənir. Bayaq da dedik biz, əvəzlik qəliblər. Daha sonra əvəzlik qəliblər ədatlarla işlənə bilmir, amma bağlayıcı sözlər, misal üçün, biz burada ki ədatla da əvəz işlədə bilərək. Kim ki yaxşı oxusa və burada ki-dən sonra heç bir durğu işarəsi qoymuruq, çünki orada ədat olur. Deməli, bağlayıcı sözlərlə bağlanan deməli cümlələrdə budaq cümlə əvvəl, baş cümlə isə sonra gəlir. Amma əvəzlik qəlib üçün elə bir şərt yoxdur. Əvəzlik qəlib həm sonra işlənən baş cümlədə, həm əvvəl işlənən baş cümlədə işlənə bilir. Yəni fərqi yoxdur. İstənilən, yəni baş cümlədə istənilən vaxt işlənə bilər. Bu da oldu tabeli mürəkkəb cümlələr. Ümid edirəm ki, izahım sizin üçün aydın oldu uşaqlar. Sağ olun.